Yevlaxda ölümlə nəticələnən yanğın olub. Hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən binaların birində baş verib. Evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın nəticəsində mənzilin sahibi həyatını itirib. Yevlax şəhər sakinləri Yasəmən Mayıl qızı Vahabova və Kamran Mayıl oğlu Mehdiyev ağır yanıq xəsarətləri alıblar. Yanğın zamanı ölən 1945-ci il təvəllüdlü Nərgiz Savalan qızı Mikailova 1-ci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır. Qeyd edək ki, 1972-ci il təvəllüdlü Məhəmmədəli Mehdiyev Qarabağda gedən döyüşlərdə 20 yaşında şəhid olub. Xatırladaq ki, bu gecə Lökbatandakı Qobu Park bir yaşayış masivində də baş verən yanğında 4 nəfər həlak olub.